Vlogumu fərqli bir yerdən başlayıram. Gəlmişəm saçımı rənglətdirməyə. Rəngi dəyişdim, başlayıyorum saçımı rəngləməyə. Göstərirəm. Gözləməkdən yoruldum. Biraz saçlarım necə olacaq? Hər bir bitirdiğim renkli səbirsiz gözləyirəm. Hemen saçlarım hazır. Ay Allah, ne güzel sakit yağır. Güzel yağır. Ne vaxtdan da belə sakit qar yağmağını görmürdüm. Bir videoda başlayırıq. Kanalıma xoş gəlmisiniz. Təbii ki, yenə də işə gedirəm. Və yeni saç rəngimlə. İndi makyajımı eləyim, saçımı göstərəcəm. Tam şəkildə yəni. Mən ildə bir dəfə belə saçımı rənglətdirirəm. Biraz dəstəndə açıq istəyirdim. Sadəcə olaraq gərək 6 aydan, 4 aydan, 6 aydan bir gedəsən ki, o istədiyin rəngi alasan. Gec getdiyimə görə ona görə o rəngi almaq vaxt lazımdır. Ona görə əsas o da dəyişiklik olur. Mənim gözümün rənginə görə, göz rəngim, ümumiyyətlə dəri rəngimə görə bu ton mənə qəşəng gedir. Nansız dünən salona gedəndə başıma nələr gəldi. Demək, ustam yerini dəyişib, saç ustam. Təzə salon açıb. Təzə salon deyəndə ki, yəni məkanın dəyişib, düz salonu, sadəcə yerini dəyişib. Mən birinci elə bildim ki, nə yerdədir. Rahat hesabımı elə götürmüşdüm. Sonra baxıram ki, yox, yerini dəyişib 28-dədir. Taksi falan gördüm ki, uzun çəkər, 28 biraz propkalı yerdir də. Dedim ki, şeylə gedim, nədir, salamatı metro ilə gedim, çünki metronun çıxışı yazıb. Metroda da düşündüm ki, polislər mənə düzün deyər o yazdığı yeri. Sağ olsun, polisimiz də mənə səhv yeri göstərib. Mən də həmin binanın başına fırlanıram, tapa bilmirəm. Şu əsəbimdən yarım saat axtarmışam da piyada. Şu əsəbimdən ağlamağım gəlirdi də. Götürdüm, Turala yığdım, o da işdə cavab vermir. Gələsin deyə. O da bir işdəydi, nəsə götürmədi. Sonra gec yığdı məni. Dedim, xəttim bağlanıbdı da. Bir də getdim, o yığana kimi mən getdim, aparat tapdım, pul attım kartçıya, nömrəmə ki, yığım onlara. Tural da göndərdi, sağ olsun. Həmin momentdə internetim də gəldi. Bir də yığmışam, demişəm, konum atın, yol başa salıb ki, o səhv getmişsiniz də. Dedim, nə bilim, polisdən soruşdum, o mən səhv istiqamət göstərdi. Metrodakı polis. Elə getmişəm. Saatda 8-9 idi da. Ümumiyyətlə, yəni, oraya getməyim çox belə mənə zülüm oldu da, inarsız. O qədər əsəbləşmişdim özümə. Biri var, biləm ki, konkret yeri, bir də var, bilmirəm, çıxmışam evdən, telefonuma balans vurmamışam. Məndə də media sildi. Bir də gördüm, bitdi də, tez bitir. Mən Azərsel neyinirsən, illərdə Azərsel işlədirəm. Azərseldəki neyinirsə, vallahi elə adam borc ödüyürdü Azərselə. Mən özə zənglə çox danışan deyiləm də. Yəni kim var, əvvəllər anam idi, ondan danışırdım, o da yığırdı. İndi kimdən danışacağım? Bacı da o da internetdən.
Bir kəlmə nəyəsə kiməsə yığım soruşum, üstü. Xəttim bağlanır. Qaşımı keçən dəfə də demişdim. Mən qəşəng koriçnili rəng göz teni var. Bax, onunla qaşınızı doldura bilərsiniz. Mən elə eləyirəm də bu rəng. Bu rəng. Əlimi üstə vurdum. İstəyirəm laminasiya elətdirim qaşıma. Çünki görürəm qaşımın tükləri öz aşağı dayanıb. Əvvəl dedim deyə fərqi yoxdur, amma davamlı laminasiya elətdirdiyimə görə fərqi hiss eləmirdim. İndi hiss eləyirəm, görəm yox, laminasiya lazımmış. Həftə qar yağandan uşaqlar getmir. Nə məktəbə, nə bağçaya. Çünki bizim məhəllə elə bir Antarktidadır. Bir damcı Bakıya qar düşsün, bizim məhəllə buz bağlayacaq. Qorxuram ki, yıxılarlar, nə bilim, zədə alarlar demək. 3-4 gündən o heç nə olmaz. O gün işə gedəndə özüm az qalırdım, yıxılam, külək məni yıxırdı. Tez bitirirəm, hadi yazın. Səni hər dəfə belə qoymaq yadımdan çıxır. Gözüm rənglidir deyə liner ilə istifadə eləmirəm. Elə biləm ki, kobud qalar. Amma belə nazik çəkəndə, tenlə, daha doğrusu kölgə kimi verəndə qəşəng qalır. Bir də karandaşlar var göz üçün. Ten əvəz eləyir, ten kimi. Onlardan qeyb alacağım. Bir nüans var. Ben buram biraz. Все. Biraz zar vuram, все. Hə, bir də saç ustam mənə nə dedi? Dedi ki, saçın çox nazikləşib. Keçən dəfə belə değildi. Ümumiyyətlə, sənin saçın belə değildi. Qalın idi. İndi get hormonlardan analiz ver, mütləq. Ondan ola bilər. Dedim, son aylarda belə olub. Saçıma baxanda depresiya düşürəm. Dedi, get mütləq hormonlardan analiz ver. Ümumiyyətlə, elə bir analiz verən olub sizdən. Əgər ondansa, demək ki, müalicəliymiş. Müalicəlikdir. Çünki o bilir də, saç ustasıdır, professionaldır, bilir. Ya da araşdırım, görüm, nə var vitaminlər üçün. İçirdim açığı. Vitamin için, saç üçün olan. Son işlem. Instagram işlədənlər var aranızda. Mən 2 dənə Instagram səhifəm var. Birinə o vaxt panel vurdurmuşdum 1000 nəfərlik. İnanırsınız, o başıma bəla olub. Hər gün takip gəlir, yenə də Instagram ona azaldır. Ona görə o səhifəni əslində işlətmək istəmirəm. İkinci bir səhifə açdım. Orada nə bilim, elə də uyğunlaşa bilmirəm də. Bilmirəm, necə edim. Əgər Instagramınız varsa, mən Instagramını da izləyə bilərsiniz. Əgər orada daha çox məni izləyən olsa, gündəlik storylər çox ataram. Yəni, maraqlı olsa. Baxın da, Instagramda mənə dəstək olun. Dəstək olun, qəşəng storylər paylaşım. Gündəlik storylər maraqlıdırsa, mən Instagram səhifəmi izləyin. Orada mən gündəlik storylər atım. Sadəcə olaraq orada məni izləyən çox olsa, mən günlük storylər ataram. Çoxluq təşkil edərsə edəcəm. Mən hazır. Bu da mənim saçım, göstərim sizə. Necədir bu saç? Araşdırdınız bu rəngi mənə. Neyse, gedim işe gecikmeyeyim. Vlogum devam edecek. Bu da evimizin liftidir.
Geldim artık. Evin yine de liftindeyim. Buraya göz şirdiye kalmışam. Özüme de top almışam. Böyle çayını içmeye. Uşaqlar liftədir. Görünüyünüzlər. Fransız dağılır o heç. Evi dağıdıblar. Özünə Nilay bir də pomidor yumurta eləyib. İkisi bacı qardaş yeyiblər. Bəs nə qalıb bu Nilay? Çox eləmişdim. Çox eləmişdin. İndi bunu mən yeyim. Ölürəm acından. Şu şirniyyatı yeyirlər. Da Rahimcik. Da. Qaşımın vəziyyətimə gəlmişəm. Mən bugün vlog çəkə bilməyəcəm çünki qaşlarımı... Yox qızarmıyor belə də. Amma biraz bilinir də belə. İlk gün şiş olur. Mən biraz dərin alergiyalıdır deyə üzüm də qızardı. Sırazı. Yerim qaşınır.